Hörmətli televiziya tamaşaçıları, mənim əziz bacılarım və qardaşlarım, bir daha sizi salamlayıram Azadlıq Bloku adından və Müsavat Partiyasının adından. Əgər icazə versəz, namizədə olduğum 20-ci dairənin, Nərimanov rayonunun 20 sayılı dairəsinin seçkilərinə bir neçə kəlmə söz demək istəyirəm. Mənim əziz bacılarım və qardaşlarım, hamınızı salamlayıram. Mən namizədliyimi 20-ci dairədən ona görə vermişəm ki, 23 ildir mən həmin dairənin ərazisində yaşayıram. Bu dairə mənim üçün əzizdir, doğmadır. Bu dairənin bütün problemlərindən xəbərdaram və mənə etimad göstərəcəyiniz təqdirdə Azərbaycanımızın bütün problemlərini həll etməyə çalışacağım kimi, təbii ki 20-ci dairənin də problemlərini, o cümlədən sizin hər birinizin dərdini öz dərdim kimi, öz problemim kimi qəbul edəcəm və sizə kömək eləməyə çalışacağım o problemlərin həllində. Və yeri gəlmişkən sabah növbəti görüşüm olacaq. Mənim 20-ci dairədə sabah deməli Atatürk prospekti 27 sayılı və 27A sayılı binaların həyətində növbəti görüşüm keçiriləcək. Axtaranlar, oranı yaxşı bilməyənlər Solmaz Şadlıq evini soruşsunlar, orada olacaq görüş. Yığışaq bir söhbətləşək, dərslərimizi, problemlərimizi danışaq. Hamınızı dəvət edirəm həmin görüşə, hörmətli seçicilər, söhbət 20-ci dairənin seçkilərindən gedir. Ancaq özünüz də bilirsiniz ki, ölkəmizin problemləri ümumidir, xalqımızın problemləri ümumidir. Yəni bu bir dairənin, bir rayonun problemi deyil. Bütün xalqımızın, dövlətimizin, ölkəmizin problemləri ümumi bir xarakter daşıyır. Və əgər dünən siz mənə qulaq asdınızsa, baxdınızsa, mən əsas problemləri sadaladım və izah elədim ki, bu problemlərin əksəriyyəti Əliyev rejiminin fəaliyyəti ya fəaliyyətsizliyi nəticəsində baş verir, böyüyür, həll olunmur. Bu rejimin səriştəsizliyi, bu rejimin bacarıqsızlığı, bu rejimin rüşvətxorluğu, korrupsiya qurşanması, bu rejimin dərəbəyliyi, bu rejimin insanlara hörmət eləməməsi, sayğı göstərməməsinin nəticəsində bu problemlər bu həddə gəlib çıxıbdır. Və özünüz də gördünüz ki, məndən sonra çıxışa gələn hakimiyyət nümayəndələri mənim gətirdiyim faktların, argumentlərin qarşısında heç bir söz deyəmədilər. Ümumi sözlər danışdılar, indi gücləri ona çatır, sağ olsunlar. Bugün isə mən bu problemlərin həlli ilə bağlı hakimiyyətin nə etməyə hazırlaşdığını sizə demək istəyirəm. Gələn ilə büdcə layihəsi müzakirə olunmağa başlayıb parlamentdə bilirsiniz. Və gələn ilin büdcəsi bu illə müqayisədə 1,5 milyard dollar artırılır. Çox gözəl, bu yaxşı haldır və daha çox artmalıdır əslində qalsa. Ancaq bu 1,5 milyard dollar artım nə cür bölünür bu xərc sahələr arasında? Mən sizə deyim, artımın 33%-i tikinti xərclərinə veriləcək, artımın 21%-i müdafiə xərclərinə veriləcək, artımın 20%-i ümumdövlət xidməti xərclərinə veriləcək. Ümumdövlət xidmətdəki bu polisdir, hüquq mühafizə orqanlarıdır, dövlət borcunun ödənməsi və sahələrdir. Çox gözəl, bu sahələrdə pul ayırmaq lazımdır. Ancaq təhsilə nə qədər ayrılacaq bu artımdan? Bu artımdan cəmisi 7,3% təhsilə ayrılacaq. Bu artımdan cəmisi 7,1% sosial problemlərə ayrılacaq. Və bu artımdan cəmisi cümlətanı 2,2% səhiyyə problemlərinə ayrılacaq. Bu ayrılmalarla səhiyyədə, təhsildə, sosial sahədəki problemləri həll etmək mümkündürmü? Bu hakimiyyətin yalançılığını mən sizə deyirəm, deyirsiniz belə. Bu şəkildə ölkəni idarələmək, problemləri həll etmək mümkündürmü? Bugün qəribə bir xəbər də gəldi bizə, bəlkə də təcrübələnəcəksiniz. Çevik polis alayının nümayəndələri müxalifətə bizə müraciət edilər. Dedilər ki, deyirsiniz ki, bəs bizim maaşımızı 6 dəfə artırıblar, yaxşı, düzgündür, deyirsiniz. Ancaq xəbəriniz olsun ki, maaşımızı bugünə qədər verməyiblər. Kişilərin maaşını artırmış heç olsa verin də bunların maaşını da. Yəni bu hakimiyyətin yalançılığı artıq elə bir həddə gəlib çatıbdır ki, bunların heç bir sözünə inanmaq mümkün deyil. Mən bilirsiniz ki, dünənki çıxışımda bütün müsavatçıları və bütün demokratik fikirli insanları, vətənimizi sevən insanları dəvət etdim ki, ayın 17-sində saat 16-da Dina Hava aeroportunda olsunlar. Çünki həmin gün bizim müttəfiqimiz Azərbaycan Demokrat Partiyasının lideri Rəsul Quliyev vətənə dönür. Və inanıram ki, bu dinç qarşılama mərasimində 10 minlərlə insanlar iştirak edəcək. Çünki bizə məlumatlar gəlir, bu barədə bizə belə məlumat verirlər ki, doğrudan da çox böyük insan kütlələri bu qarşılama mərasimində dinç bir şəkildə iştirak etmək niyyətindədirlər. Mən çağrışımı yerində təkrar edirəm. Eyni zamanda hakimiyyət nümayəndələrinə müraciət etmək istəyirəm ki, növbəti yanlışlığa yol verməsinlər, növbəti gərginlik yaratmasınlar. İmkan versinlər Rəsul Quliyev vətənə dönsün, vətənin övladı kimi, vətəndaş kimi burada yaşaya bilsin, parlament seçkilərində normal şəkildə iştirak edə bilsin. Əgər ona aid bir sualınız varsa, sözünüz varsa, istintaqınızı apara bilərsiniz. Bizim hamımızla bağlı nə qədər istintaqlar aparmışsınız? Həbsdə olduğunuz müddətdə olub, həbsdə olmadığınız müddətdə olub. Yəni bunu bu şəkildə də həll etmək mümkündür. Və mən istərdim ki, hakimiyyət növbəti səhvə yol verməsin, onsuz da kifayət qədər mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirməsin, gərginləşdirməsin. Biz, mən hesab edirəm ki, problemlərimizi bir yerdə həll edə bilərik. Çünki biz
bir olanda hər şeyi həll eləmək olar. Bilirsiniz ki, Azadlıq bloku ölkənin 3 müxalifi siyasi qüvvəsini bir araya gətiribdi, birləşdiribdi. Ancaq bu məsələnin sonu deyil. Bu günlərdə xəbərimiz oldu ki, biz Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə xanımla da, Lalə Şövkətlə də tarix imzaladıq və bugün artıq biz bir yerdə prosesi aparacağıq, mübarizəmizi davam etdirəcəyik. Eyni zamanda biz bilirsiniz ki, YES bloku ilə də danışıqlar aparırdıq. Biz onlara rəsmən bir saziş layihəsi göndərmişdik. Onlar bir qədər dəyişib, bir qədər başqa bəndlərlə başqa bir saziş layihəsini rəsmən bizə göndərdilər. Bu layihələrdə müəyyən səhvlər var idi. Ancaq bugün Azadlıq blokunun liderləri olaraq biz bir daha iclas keçdik və YES blokunun göndərdiyi saziş layihəsini bir daha araşdırdıq. Və bugün qərarımız bundan ibarətdir ki, biz həmin layihəni, YES-in bizə rəsmən göndərdiyi layihəni nöqtəsinə, vergülünə toxunmadan qəbul edirik və günü sabah həmin sazişi imzalamağa hazırıq. Elə buradan da biz YES-də olan həmkarlarımıza, dostlarımıza, qardaşlarımıza xəbər göndəririk ki, sabah bu sazişi imzalamağa biz hazırıq. Bu birlik prosesi davam edəcək, biz bütün Azərbaycanı birləşdirəcəyik, hətta yaxşı qardaş bacılarımızı birləşdirəcəyik. Tanrı Azərbaycanımızı qorusun.